أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah mübarək cümə gününü hamımız üçün xeyirli, bərəkətli, uğurlu qərar versin inşallah. Bu gözəl günlərin feyz və bərəkətindən bizləri bir nəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi Allah rəhmət eləsin. Əskər balalarımızı düşmən şərrindən, hiləsindən, gülləsindən hifz eləsin. Bir ana içəri girərkən oğlu əskər gedir, onun üçün dua istədi. Allah bütün əskər balaları və o xanımın da balasını inşallah öz zəmanətində saxlasın inşallah. Bütün əskər balalarımızı öz ailələrinə, valideynlərinə sağ-salamat geri qaytarsın inşallah. Xəstələrimizə, xüsusən duaya möhtac olan xəstələrimizə Allah tezliklə şifa versin. Allah müşkillərimizi, problemlərimizi həll eləsin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri onun zuhuruna hazır olanlardan, qəlbini razı salanlardan qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edirik. Allah Quran-ı Kerimdə Bəqərə surəsinin 168-ci ayəsində insanlara müraciət edir. Ya eyyuhən-nas kulu mimma fil ardi halalan tayyiban. Ey insanlar, yer üzündə olan nemətlərin halal və pak olanlarını yiyin. Qidanıza, yeməyinizə diqqət edin. Yer üzündə Allahın yaratdığı halal və pak olan yeməkləri eləyin, istifadə edin. Allah bunu Quran-ı Kerimdə oxuduğum, tilavət etdiyim bu ayədə Bəqərə surəsinin 168-ci ayəsində deyir. Bu günləri biz insanların əsas vəzifələrindən biri halal ruzini düzgün yoldan təmin eləməkdir. Çünki haram ruzi həm insanın dünyasını və həm də axirətini bərbad edir. Çünki haram ruzi insanın mənəvi aləmini elə bərbad edir ki, insan haqla batili ayıra bilmir. İnsan özünü haqq saysa da bəzən batil və batillərin sırasına daxil olur. Bütün bunların səbəbi bəzən də bizim bilmədiyimiz, haman bu qəbul etdiyimiz, yediyimiz haramlardır ki, gətirib bizi bu mərhələyə çatdırır. Ona görə də bu günləri halal ruzi
insanın axtardığı ən dəyərli şey olmalıdır. Şübhəli qidalar, şübhəli yeməklər, şübhəli qazanclardan gərək hər birimiz oddan, təhlükədən qaçdığımız kimi qaçaq. Çünki bu günləri ən önəmli məsələlərdən biri budur ki, biz insanlar təbiətən belə öyrəşmişik ki, bir şeyi özümüz üçün normal formada istifadə eləməyimiz üçün onu dondan dona salırıq. Bizim molla dilində desək, kitabdan kitaba salırıq ki, nədir? Bitər eləyək ki, halal olsun. Amma əsli həqiqətdə bu dondan dona salmaq, onu müəyyən adlarla adlandırmaq və yaxud kitabdan kitaba salmaqlıq əsli həqiqətdə özümüzü aldatmaqlıqdır. İnsan gərək bu məsələdə biz hər birimiz həris olmalıyıq, çalışmalıyıq ki, bu Allahın bizə təbii ehtiyac kimi, biz insan ilə bizim bu cismimizin qidası var, qidasız qala bilmərik. İnsan özü və ailəsi üçün qazanmalıdır, lakin o qazancın halalına tərəf gedək, az olsun, amma halal olsun. Bu günləri, əziz qardaşlar, Allah Subhanahu və Teala ədalətli Allahdır. Yer üzündə hər kəsin ruzisini, hər kəsin payını ayıran Allahdır. Lap belə o bir rivayətdə mən bir dəfə buradan demişəm, bir daşı parçalayırlar, daşın içində bir qurd ağzında nədir? Bir yarpaq parçası yiyir. Allah Peyğəmbərlərindən birinə vəhiy eləyir, deyir, bax, Allah o bağlı daşın içində o qurdun ruzisini yetirirsə, heç kəsi ac qoymaz. Heç kəsi ruzisiz qoymaz. Ona görə də biz bəzən nədir? Tələskənlik ucubatından sayəsində biz özümüzü bəzən haram qazanclara və haram yollara salırıq və bu da nəticə etibarı ilə bizim həm dünyamızı və həm də axirətimizi nə edir? Bərbad hala salır. Əzizlər, bu günləri biz haram qazanc deyəndə birinci bizim ağlımıza gələn nədir? Ki, bir nəfər ya məsələn məsciddən uzaq şərab satır, şərabın qazancı ilə bu haramdır və yaxud bizim el dilində pulu faizə verir, sələmçiliklə məşğuldur. Bunlar haramın ən bariz, görünən haramlarıdır. Bu görünən haramdan, əziz qardaşlar, bütün insanlar, mömin insanlar ən azı özlərini qoruyurlar. Və bura cəm olanlara da bu araqdan qazanmaq, sələmdən qazanmaq, tərəzidə yalan demək, nə bilim, aldatmaq, bu kimi şeyləri mömin eləmir. Və heç, baxın, bu cümləyə diqqət edin, və heç şeytan da mömini aldatmaq istəyəndə bu şeylərlə aldatmır. Çünki ən azından bilir ki, nədir bu mömin? Riba haramdır, şərab haramdır, qazancı da haramdır, nə bilim, aldatmaq haramdır. Bu şeyləri ən azından namaz qılan mömin bu şeylərin həqiqətinə varır, bunları bilir. Şeytan bəzən mümini onun üslubunda aldadır, onun formasında aldadır. Çünki onun hər bir fərd üçün ona uyğun tələsi var. Bazar adamını aldatmaq üçün xüsusi tələsi var, məscid adamını aldatmaq üçün özünün ona məxsus tələsi var. Hər kəsin yanına gələndə özünə məxsus planı ilə gəlir. Hamısını eyni cür aldada bilmir. Namaz qılanı heç vaxt şərabla aldada bilməz. Düzdür, indi belə cavanlıqda içəni də indi desə, heç vaxt onu şərabla aldada bilməz. Bu günləri şərab alveri ilə də namaz qılan məşğul olmaz. Nə bilim, başqa haram. Amma namaz qılanı, mömin insanı
elə gizli zəhərlə zəhərləyir, elə şeylərlə aldadır ki, bizə o şeyləri halal formada təqdim edib, haramı bizə nuşicanlıqla nədir? Yedizdirir. Nuşicanlıqla yedizdirir. Mən istəyirəm, bax, bu gizli məsələlər ki var bizim cəmiyyətdə çox önəmli məsələlərdir. Buna diqqət edək. Bu ayəyə də diqqət edin. Baxın. Allah Subhanahu və Teala 2 surədə biz insanlara, xüsusən də müsəlmanlara, möminlərə müraciət edib. Və bu müraciətdə xüsusən də cəmiyyətin varlı təbəqəsinədir. Yəni nisbətən özünün işi, gücü, ticarəti, malı, pulu olan insanlara olunan müraciətdir. Birinci ayə, əziz qardaşlar, Məaric surəsinin 24-25-ci ayələrini oxuyuram sizə. Qulaq asın bu ayələrə. Görün Allah bu ayələrdə nə deyir? Bismillahirrahmanirrahim. وَالَّذ۪ينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ لِلسَّائِلِ وَالْمَحْرُومِ. Bu müraciət kimədir? O şəxslərədir ki, haman o şəxslərə müraciət edir Allah ki, ey o şəxslər ki, sizin malınızda məlum haqq var. Sizin malınızda, mülkünüzdə nə var? Allahın təyin etdiyi məlum, bilinən, yəni qədəri bilinən pay var. O pay kimindir? Deyir, lissaili vəl-məhrum. Sail kimdir? Dilənən ehtiyac sahibi. Məhrum kimdir? Məhrum heç nə yoxdur, amma öz üzünün suyunu töküb küçədə bəzi insanlar kimi dilənmir. Amma ehtiyac sahibidir. Versin, alar, verməsin, heç vaxt gəlib sənə deməz ki, nədir? Ver. Əslində, biz insanlar bu insanların axtarışına çıxmalıyıq ki, həqiqi möhtacdır, amma həyası abrı qoymur ki, kiməsə əl açsın. Və illa o insanlar ki, küçədə, bazarda əl açmağı, cəmaatın əlinə baxmağı özünə vəzifə ediblər, peşə ediblər, üzləri üzr istəyirəm ifadəmə görə sürtülüb. Bu insanlar rahatdır. Burada səndən soruşur, sabah başqasına. Cibində ola-ola da nədir? Gedib başqasından alır. Və mən buradan bu Peyğəmbər mənbəlidir, biraz bu məsələlər, o insanlar ki, həqiqətən bu işi özünə peşə eləyib, bəzən o kasıbı qoyub onlara verməkdir, biraz şəri cəhətdən də müşküldür. Bilirsiniz, niyə? Çünki bunlar peşə eləyiblər onu. Bunlar artıq, bu onun, bilmirəm, biraz bəlkə də kobud danışıram, bu onun ticarətidir. Bu onun ticarətidir. Və mən bunu təxmin demirəm və özümdən qondarmıram, məlumata söykənib deyirəm ki, dilənçilik eləyib bu günləri həccə gedənlər, Kərbalaya gedənlər, Məşhədə gedənlər var. Mənim özümə ki, mən bu dilənçilik elədiyim pulla gedə bilərəm, gedə bilmərəm sualı verənlər olub. Yəni, bunu mən məlumata söykənib deyirəm. Ha? Bu insan artıq nədir? Bunu peşəyə çevirib. Bizim bu insanlarla işimiz yoxdur. Amma burada ikinci qism ki var, həyası imkan vermir, desin ki, mənə ver. Acından ölür, deyənmir. Öz qürurunu sındırmır. Biz bu insanların axtarışına çıxmalıyıq. Bu insanları biz tanımalıyıq, kəşf eləməliyik. Və ona görə də bax, Qur'an-ı Kərimdə bəzi ayələrin həqiqətinə biz varmırıq ki, Allah bizə nə demək istəyir. Nə üçün bəzi ayələrdə Allah deyir ki, əgər sən yardım eləmək istəyirsənsə, yaxşılıq eləmək istəyirsənsə, yaxınların sənin yaxşılığına daha nədir? Layiqdirlər. Yaxınlarından başla. Niyə? Nə üçün belə deyir? Çünki hər insan öz yaxınını uzaqdan daha yaxşı tanıyır. Mən öz qohumumu tanıyıram, sən öz qohumlarını tanıyırsan. Biz hər birimiz öz ətrafımızda yaxınlarımızı, qonşularımızı, qohumlarımızı, məsələn, heç o öz şəxsiyyətini sındırıb mənə deməsə də belə, onun vəziyyətini bilib, arada bir onun qapısını açsam, cəmiyyət Gülüstana çevirirlər, ha kişi. Allah bu ayədə bizə nə deyir? Deyir, hər birinizin malında, mülkündə ay imkanı yaxşı olan insanlar. Bu bizim hamımıza müraciətdir. Məlum haqq var, o ehtiyac sahiblərinə
ki gəlib öz fikrini ifadə edir və sən bilirsən ki, bu həqiqi möhtacdır. Yenə də burada sail elə o küçədə, bazarda əl açan, üzlü əl açanlardan söhbət getmir, qarasılardan söhbət getmir. Bəzilər həqiqətən də dilə gətirə bilir də, möhtacdır və dilə də gətirir. Və bəzisi də var, möhtacdır, dilə də gətirə bilmir. Bu bir dənə ayə, yəni Məaric surəsinin 24-25, 2 ayə bir yerdə, bir surədə. Və bir ayə də istəyirəm sizə oxuyum. Allah bu ayədə nə deyir? Deyir və fi əmvalihim haqqun lis-saili vel mahrum. Onların malında, yenə də eyni cümlə başqa surədə, onların malında, mülkündə saillər üçün, yəni ehtiyac sahibləri üçün və ehtiyacdan, öz qururundan üzünün suyunu tökməkdən utanan, çəkinən məhrum insanların nəyi var? Haqqı var. Bu iki dənə ayəyə diqqət edin. Allah demir nədir? Ay pulu, malı olan adam, sən ona verdin, yaxşı elədin, sən belə falan elədin. Deyir, yox, sənin malında onun haqqı var. Haqqı var, bu söz nə deməkdir? Bu sözə diqqət eləmək lazımdır. Biz bəzən birinə 5 manat verəndə özümüzü onun ağası sayırıq ki, əgər mən olmasaydım, indi gedmişdi, haradaydı? Mən olmasaydım, indi filan kəs nə oxuya bilərdi, nə adam ola bilərdi, nə xəstəsini müalicə eləyə bilərdi, filan eləyə bilərdi. Bu cür belə böyük iddia ilə danışırıq ki, sanki biz böyük işlər görmüşük. Xeyr, böyük işlər görməmişik. Allah deyir, sənin malında onun haqqı var. Sən sadəcə olaraq onun haqqını onun sahibinə çatdırmısan. Əgər çatdırmasaydın, burnundan onu bizim el dilində fitil-fitil ahirətdə gətirəcəkdilər ki, bu haqqı idi, onu sən verməmisən. Yox ki, sən burada bunu verməklə kimisə özündən aşağı bilirsən, mən elədim. Sən heç bir şey eləmədin. Allah bu oxuduğum 3 ayə ki oxudum 2 surədən, burada deyir, onun haqqı var. Bax, mən bunu nə üçün deyirəm burada? Yenə qayıdıram o yerə ki, şeytan bizi araqla aldatmaz. Şeytan bizi tərəzidə mümini namaz qılanı yalan deməklə aldatmaz. Metrəni kəsməklə aldatmaz. Bəzilərimiz də aldadır. Yəni biz eləyir. O qədər var. Amma adətən iradəsi güclü olan mümini aldatmaz da. Amma aldada bilər bizi bu şeylərlə. Ona görə əziz qardaşlar, bu məlum haqq şəriətdə bir qanuna çevrilib. O qanun nədir? İmkan sahiblərinə Allah işinə, peşəsinə görə qazancından ildə bir dəfə zəkat və xumsu nə eləyib? Vacib eləyib. Malının, mülkünün xumsunu, zəkatını işinə görə deyirəm. İldə bir dəfə çıxarmayan insanın adam aldadan, haram yiyən insanlarla heç bir fərqi yoxdur. Bu ifadə biraz kobuddur. Lakin bu mənim sözüm deyil, ha. Bu günləri demirik ki, Allah bizi insan haqqı boynumuzda olaraq öldürməsin. Bu duaya hamımız amin deyirik də demirik. Haqq o deyil ki, mən gəlmişəm, səndən 5 manat almışam, qaytarmamışam. Və yaxud sən mənim üçün işləmirsən, mən sənə pulu verməmişəm. Bunlar görünən haqlardır. Görünməyən haqları ki, Allah ayədə təyin edib verməmişik, bəli, boynumuzda haqqın nas kimi gedirik biz. Oğurluq köynəkdə namaz qılmaq olar, olmaz. Qəsbdir də, belə deyir. O namaz da batildir, o ibadətin də dəyəri yoxdur. Heç köynək qalsın, əgər sənin geydiyin, namaz qılanda geydiyin libasında bir düymə belə qəsbi olsa, düymə. Baba, bu düyməliyir ya bunu ya. Bu düymə qəsbi olsa, sənin namazın düzdür. Düymə. O köynəyin tikilişində istifadə olunan haman o sap əgər haram olsa, sənin namazın nədir? Biz hansı birimiz buna diqqət eləmişik? İndi gəlin, mən halal insana, mənim qazancım var, mənim işim var, işimdən, peşəmdən asılı olmayaraq, əgər öz malımın, mülkümün illik xumsunu işimə görə zəkatını çıxarmamışamsa, demək, məlum en qədər kasıbların haqqı mənim malımda, mülkümdə var
və bugün o qarışıb mənim malım mülkümə, geyindiyim köynəyin bəlkə də məsələn, indi əgər xumsdursa, onun 5də biri nədir? Haramdır. Əgər bir sap insanın namazını batil edirsə, düymə insanın namazını batil edirsə, xums vermədən, zəkat vermədən qıldığımız namazlar düzdür ya düzdür? Hamısı batil deyil. Özümüzü aldatmayıq. Yaxşı, bu günləri belə bir iddia ilə məsələn çıxış eləyə bilərik ki, bir var məsələn bu mənim təhlilimdir, bir də var ki mən Quran ayəsini deyirəm də sizə. Allah bu Quran ayəsi ilə bizi ayılmaq istəyir. Bəzən bax şeytan bizi bu cür laylay çalır bizə. Yat, narahat olma. Sən kasıblara kömək edirsən də. Sən nə qədər məsələn məhəllənin küçəsini düzəltmirsən, filan yerə köməklik eləmirsən, filan kasıblara kömək eləmirsən, biri gəlir sənin qapından geri qaytarmırsan, hamısı yerli yerindədir, bütün şeylər qaydasındadır. Bunları eləmirsən. Sən nəyə lazımsan? Xums verirsən, sən zəkat verirsən. Şeytan bu cür aldadır. Bax, bu cümləni məndən düzgün formada təhvil alın. Elədiyimiz yardımlar, elədiyimiz xeyirxahlıqların heç biri xums və zəkatı əvəz etmir, nöqtə. Etmir. Mənim xums ilim olmalıdır, mənim zəkat ilim olmalıdır. İldə mən o vaxt, o tarix gələndə mən öz malımı, mülkümü nəzarətdən keçirməliyəm, kimliyimdən asılı olmayaraq. Lap belə mənim belə ticarətçi deyiləm, mən özümü deyirəm. Qazancımdan 5 manat da qalıbsa, o 1 manatı nədir? O 1 manatı kasıbın haqqı. O 1 manatı imamın haqqıdır. O 1 manat Allah istəyən kimi xərclənən vaxt mənim malım, mülküm olur mənə halal. O 1 manat əgər mənim mülkümə qarışan vaxtı olur geyimimdə də haram, libasımda da haram. Haram bir söz nədir? Yəni sənin deyil. Bu günləri sənin olmayan bir şeydə mən, sən, nəsə bir icazəsiz bir şey istifadə eləmək olar. Qardaş, bu başqasının haqqıdır da mən istifadə edirəm. Belə başa düşək bunu. Dəyərli qardaşlarım, ona görə bu günləri, bu məsələ haram deyəndə, halal qida deyəndə, Allah bizə deyir halal yiyin, biz belə zənn eləməyək ki, mən öz alım tərimlə yiyirəm, elə qazanıram, hər şey halaldır. Yox, bəzən diqqətsizlik eləyib Allahın haqqını, bu şəri haqlara, dediyim məsələlərə diqqət eləmədiyimiz təqdirdə bizim malımız tam haram olmasa da halalla haram qarışır bir-birinə. Bizim ibadətimiz, bizim verdiyimiz süfrələr, elədiyimiz məsələlər. Deyirsən, məsələn, mən kasıba köməklik edirəm. Qardaş, sən kasıba köməklik edirsən, əgər xums verməmisənsə, verdiyin 5 manatın 1 manatı sənin deyil. Başqasının pulunu necə başqasına verə bilir? Sən verirsən onu. Sən ildə hesabat verməlisən. Allaha hesabat verməlisən. Bizim hər birimiz kiçik, böyük, ticarətçi, işçi fərq eləmir. Hər birimizin xums ili olmalıdır. Bunu möminlər yadda saxlayın. Yoxdur xumsum, yoxdur. Zəkat əgər malqara ilə məşğulamsa, zəkat mənim nəyim olmalıdır? İlim olmalıdır. O vaxt yoxdursa yoxdur. Varsa 1 qəpikdirsə də onu verməliyəm. O 1 qəpik əgər mənim malıma, mülkümə qarışsa, bir sapa çevrilib bu köynəyimdə olsa, qıldığım namaz batildir. İndi halal haramdan bu şeylərə riayət etmədən bizim danışmaya haqqımız var. Haqqımız yoxdur. Şeytan bizi bu cür, bu yenə də təkrar edirəm, təkrarsızlıq olmasın, lay çalır bizə, bizi yatızdırır ki, ki sən zəhmət çəkirsən, belə deyir. Yenə də təkidlə, təkrarla deyirəm, il boyu xums ili olmayan insanlar nə yardım edirlərsə eləsinlər, bu onlar üçün xums, zəkat hesab olunmur. Bu müvəqqəti dünyada vallah dəyməz ki, sabah qiyamət günündə biz illərlə qalay nədir? Cəmaatın haqqı bizim boynumuzda olsun. Axı biz deyirik, haqqunnas pis şeydir. Haqqunnas birini vurmaq deyil, birindən bir şeyi qəsb eləmək deyil elə. Haqqunnas bundan da dərin məsələlərdir. Bunlara biz diqqət eləməliyik. Bunların fərqinə varmalıyıq. Mən bir rivayəti sizin üçün Həzrəti Əmir Əl-Mömininin gözəl sözlərindən Nəhcül Bəlağadan oxuyuram. Həzrəti Əlinin qısa hikmətli sözlərindən, haman hikmətin rəqəmini də deyirəm sizə. Hikmətli sözlər bölümündədir, 328-ci
Həzrət Əlinin hikmətli sözlərindən biridir. Deyir, İnnəllaha subhanahu farada fi əmvalil əğniyai əqvatəl fuqara. Allah varlıların malında, mülkündə kasıbların ehtiyaclarını nə eləyib? Fərz eləyib, vacib buyurub. Yəni, kasıbların qidası, yeməyi, güzaranı, onların payı varlıların nəyindədir? Mülkündədir. Orada bir haqq kimi Allah təyin edib bunu sana. Sonra baxın, bu ifadə çox önəmlidir. Deyir, فَمَا جَاءَ فَقِيرٌ إِلَّا بِمَا مُتِّعَ بِهِ غَنِيٌّ. Deyir, bilirsiniz, yəni öz cümləmlə deyirəm, sonra olduğu kimi tərcümə edərəm. Əgər varlılar mallarında olan, mülklərində olan haqqı vaxtında versəydilər, yer üzündə ehtiyaclı bir kasıb olmazdı. Həzrət Əlinin sözüdür. Bilirsiniz, Həzrət Əli deyir, indi ifadənin öz tərcüməsini deyirəm. Bilirsiniz, nə üçün kasıblar var? Ona görə ki, varlı keyf içində yaşayır. Eyş-i şirət içində yaşayır. Amma kasıbın haqqını vermək istəmir. Və rivayətin sonunda Həzrət Əli əleyhissalatu vesselam bunu deyir. Bu bizim üçün çox önəmli olmalıdır bu ifadə. Deyir, Vallahu Teala sailuhum an zalika. Allah deyir, qiyamət gününə nədir? Bu məsələlər barədə onları sorğu suala çəkəcək. Mütləq çəkəcək. Mütləq çəkəcək. Buna görə də mənim dəyərli qardaşlarım, biz bu günləri məhərrəmlik günlərini yaşayırıq. Biz bu günləri İmam Hüseyin əleyhissalatu vesselamı özümüzə nümunə götürən insanlarıq. Biz özümüzü Hüseynin yolu ilə gedən insanlar kimi qələmə verən insanlarıq. Vallahi, əgər bu şeylərə biz diqqətsiz yanaşsaq, həqiqətdə özümüzü aldatmış olmuş insanlardanıq. Çünki bu haram qidalar ki, bizim halal ruzimizə qarışıb, bizi həm dünyada və həm də ahirətdə bədbəxt edəcək. Hiss eləmədən yavaş-yavaş bizim içimizi yiyəcək. O, üzr istəyirəm, Allah bütün xəstələrə şifa versin. Bir ifadəm biraz da bəlkə də bu təşbihim biraz yaxşı olmaz. Bəzi o xəbis xəstəlik olur ki, insanı yiyir, qutarır. Bir də ayılırsan ki, deyir ki, ay da bu gecdir. Bu haram da var belədir. Belə mərhələyə bizi gətirəcək ki, bir də görərik ki, nədir? Vallahi maldır, mülkdür, yığmışdım, övladdır, nəvədir, filandır, xərcləyir. Deyir, gör, kaş bundan biraz çox qoyaydı. Heç bir rəhmət də demir mənə. Amma mən onu yığdım, haqqım vermədim. Düşmüşəm indi, qalmışam bu postda, o postda, bu postda, o postda. Burada məni saxlayırlar, niyə belə elədin? Orada məni saxlayırlar, niyə belə elədin? Və onun da nihayətində bu haqlar, haqq sahibləri bağışlamadığı təqdirdə biz harada olacaq? Allah uzaq eləsin. Bu cəhənnəm odur ki, rivayətlər vəsf edir, deyirlər ondan bir dənə şöyləsindən bir qətrə yer kürəsinə düşsə, yer kürəsini yandırma qabiliyyətindədir. Bir şama barmağımızı bir dəqiqə qoya bilmirik. Evdə qazana, qəfədana, belə deyək də, çaynikə barmağımız biraz yananda 3 saat vaş-vuş eləyirik, belədir. Vay yandım, vay öldüm. Bilmirsən nə qoyasan ora kişi. Bu Allahın qəzəbindən yaratdığı o da necə dözəcəyik, necə dözəcəyəm bunu bir Allah bilir. Bunu düşünmək lazımdır. Bu bunun dünya və axirət tərəfi. İkinci, əzizlər, haramın ki, bax, bilinən və bilinməyən haramların o qədər mənəvi təsiri var. İnsanı o qədər vicdansız edir. İnsanı o qədər bədbəxt eləyir ki, insan özü də onun fərqinə varmır. Bu günləri, həqiqətən də bu ifadə ilə deyim, bu günləri bütün cəmiyyətlərdə də, bizim cəmiyyətimizdə də bu günləri kasıbların çox olması iqtisadi ədalətsizliyin nəticəsidir. İqtisadi ədalətin, sən nə üçündür? Biz üçün ki, hələ bu mənim olsun. Varlı kasıbı düşünmür. Kim necə yiyir, nədir? Necə içir, heç kimin ondan xəbəri yoxdur. Biz bu məsələlərə hərə öz müstəvimizdə, öz səviyyəmizdə əgər riayət eləsək, gözləməyək kimsə eləyər, kimsə eləməz. Mən, əgər mənim malım, mülk, fərdi bir işgüzar kimi buna riayət eləsəm, ən azından öz vəzifəmi yetirmiş olaram. Allah qabağında da üzü
Ağ alnı da nədir? Açıq olacaq. Baxın, haramın fəsadları nədir? Çoxdur. Amma mən bu məhərrəmlik günlərinə uyğun olaraq mən İmam Hüseyin əleyhissalatu vesselamın istəyirəm sizə bu çox uzatmadan Ömər ibn Sədin qoşununa dediyi bir sözü oxumaq istəyirəm. Aşura günü İmam Hüseyin əleyhissalatu vesselam gəlir, qalır Ömər ibn Sədin qoşunu ilə üz-üzə, danışır, eşitmirlər onu. Çağırır ki, bilirsiniz mən kiməm, mən Hüseyin ibn Əliyəm, Peyğəmbərin nəvəsiyəm ha. Biraz diyanın mənə qulaq asın, yalandan hayküy salırlar. Yalandan hayküy salırlar. Bu onunla danışır. O onunla danışır ki, Hüseynin səsi, indi o vaxt indi biz mikrofondan rahat danışırıq, səsimizi sizə çatdırırıq. İmam Hüseyin əleyhissalatu vesselam danışır, hayküy salırlar ki, Hüseynin səsi, sədası insanların qulağına getməsin. Təsəvvür edin, Hüseyin bir şəxs qalıb meydanda 30 min insan, onun müqabilində 30 min insan bu hayküy ilə kim onun səsini eşidir? İmam Hüseyin əleyhissalatu vesselam görür ki, bunlar namərdlik eləyirlər, bunlara hər deyir, bunlar qulaq asmırlar, bu cümlələrlə onlara müraciət edir. Bu cümlələrə qulaq asın, görün nə deyir onlara. Deyir, vayləkum, vay olsun sizə. Ma aleykum ən tansitu iləyyə fətəsmə'u qavli. Sizə nə olub, nə üçün siz mənə susub qulaq asmırsınız, mənim sözlərimi dinləmirsiniz? Qulaq asın da, bəlkə mən sizə bir yaxşı söz deyəcəyəm. Və innəmə əd'ukum ilə səbilir rəşad. Mən sizi doğru, düzgün, hidayət yoluna dəvət edirəm. Mən sizi pis şeyə dəvət eləmirəm. Siz isə hayküy salıb məni dinləmək istəmirsiniz. Fəmən əta'ani kanə minəl mürşidin. Kim mənə itaət etsə, sözümü dinləsə, İmam deyir onlara, o hidayət olunmuş insanlardan olar. Və mən asani kanə minəl muhləkin. Kim əgər məni dinləməsə, həlak olan, zay olan, məhv olan insanlardan olar. Dünyasını, ahirətini itirən insan olar. Dinləyin məni. Baxın, Peyğəmbər oğlu qoşunun qabağında belə bu ifadələrlə onları nə edir? Ayırmağa çalışır. Deyir, bütün bu sözləri bunun üçün oxumamışam, bir yer var, ona görə deyirəm. Deyir, və kullukum asin li əmri, qeyru müstəmi'in li qavli. Sizin hamınız mənim əmrimə asi olanlarsınız və mənim sözümü dinləməyənlərsiniz. Nə üçündür belə? İmamdır da. Vəhiy evinin nümayəndəsidir də. Bunlar nə üçün dinləmirlər, nə üçün dinləməyə şərait yaratmırlar, nə üçün susmurlar, nə üçün danışıb hayküy salırlar ki, bəlkə bir nəfər Hüseynin səsin, sədasını eşidə, ona da şərait yaratmırlar. İmam bunların kökündə nə dayanır, nə üçün siz bu günə qalmışsınız, onu izah edir onlara. Deyir, nədir? Fəqəd muliət butunukum minəl haram. Bilirsiniz, siz nə üçün belə olmuşsunuz? Çünki sizin qarınlarınız haramla doludur. Sizi haram bu günə qoyub. Haram yeməkliyi sizi harın eləyib, öz-üzdən çıxarıb, bu günləri haqla batili seçə bilməməyiniz bir tərəfə, haqqın səsini də boğmağa səy edirsiniz. Hüseyin kimi bir şəxs danışır, istəyirsən sən nə eləyəsən, onun səsini boğasan. Biri orada danışır, biri orada danışır ki, Hüseynin səsi gedib çatmasın. İmam Hüseyin burada nə deyir? Sözü çoxdur. Sonra yenə də deyir, nə üçün siz mənə qulaq asmırsınız, niyə susmursunuz, niyə dinləmirsiniz? İmam Hüseyin belə ürək yanğısı ilə müraciət edir onlara. Amma bütün bu sözlərdə burada ən sirli bir söz var, sirri aşkar edir, kəşf edir. Nə üçün siz bu günə qalmışsınız? Çünki haram yemişsiniz. Bu bir söz nə deməkdir? Yəni, gizli bayaq dediyim və yaxud aşkar bizim ruzimizə qarışan haramlar bəzən elə həddə bizi çatdırır ki, biz istəsək də haqqı nədir? Dinləyə bilmirik. İstəsək də belə haqqı dəstəkləyə bilməyəcəyik. Biz, bəli, mədəni müasir bu formada bəlkə də nədir? İmam Hüseynin zamanının ya Yezidlərindən biriyik, ya Şümürlərindən biriyik, ya orada olan fərdlərindən biriyik, amma özümüz də bunun fərqində deyilik. Söz bizə nə üçün təsir eləmir? Çünki yediyimiz haramlar bizim qəlbimizi möhürləyib, nəticə etibarı ilə gəlmişik, olmuşuq ilə. Elə İmam Hüseynin qatillərində olan xüsusiyyətlər
az, çox, indi bəzi təfavüt və fərqlərlə bizə də nə edib? Sirayət edib. İmam Hüseyin öz qatillərinə nə üçün bunlar məni qətlə yetirirlər və nə üçün amansızcasına rəhmsiz bu işləri görürlər? Səbəbini izah edir. Çünki siz haram yiyənsiniz. Çünki haram sizi bu günə qoyub. Bunu Şimrə deyir, Ömər ibn Sədə deyir. O gün və onların simasında da bu günləri bizə deyir, ehtiyatlı olun. Haram Şimri o günə qoymuşdu. Haram Ömər ibn Sədi o günə qoymuşdu. Dünyaya bağlılıq Ömər ibn Sədi bədbəxt elədi dünyada da və axirətdə də. Şimrin vəzifə xulyası Şimri bədbəxt elədi dünya və axirətdə də. Gəldi ən pak sinəyə öz murdar ayağını qoydu. Ondan böyük cinayət var. Ən pak sinəyə, İmam Hüseynin sinəsinə öz murdar çəkməsini qoydu. Haram onu o günə qoymuşdu. Haram hərmələni o günə qoymuşdu ki, uşağa rəhm eləmədi, körpələri ac qoydu. İmam Hüseynin Kərbalada o nidaları boş yerə, boş elə bir kar edilər, eşitmirdilər. Qaldırmışdı Əli Əsqərin qundağını, deyirdi ki, əgər böyüklərin günahı varsa, bəs siz mənə deyin görün, bu kiçik körpə 6 aylıq dilsiz dərdini deyə bilməyən uşağın günahı nədir? Deyin də mənə ki, böyüklərin günahı var. Bəs bu uşağın günahı nədir? Haram onları o günə qoymuşdu ki, onlar İmam Hüseynin bu harayına da hərmələ simasında 3 şöbəli oxla cavab verdilər. Qucağında İmam Hüseynin 6 aylıq körpəsinin boğazını damardan damara kəstilər. Nə bunu bu səviyyəyə, hərmələri nə hərmələ eləmişdi? Allah ona lənət eləsin. Rəhmsiz eləmişdi, yediyi haramlar. Dünyaya meyillik. Bu günləri biz də hərə öz səviyyəmizdə bu şeylərə əgər diqqət eləməsək, hər birimiz hər an hərmələyə çevrilə bilərik. Hər birimiz hər an şümr ola bilərik. Hər birimiz hər an və digər o adları heç bu məscidi, onların adları nədir? Burada çəkiləndə Abu Həva çəkilir, dəyişir, Allah onların hamısına lənət eləsin. Ona görə İmam Hüseyin bir elə bildədir, qayda qanun qoyur ki, ay burada, ay bədbəxtlər, mənim səsimi kəsmək istəyən insanlar sizi bu günə haram salıb. Bəli, haram onlar o günə salmışdı ki, onlar Peyğəmbər balalarını, qızlarını, gəlinlərini rəhm eləmədən küçə və küçə, şəhər bə şəhər apardılar bu məclisdən o məclis. Bəli, haram onları o günə salmışdı ki, onlar İmam Hüseyin əleyhissalatu vəssalamın hələ kəsib başına belə zülm elədilər. Haram onları o günə salmışdı ki, onlar gətirib körpə balaları ac, susuz Şamın xarabalarında gecələrlə saxladılar. O dəhşətli hadisələri həqiqətən də nə dil vəsf edə bilir layiqincə, nə də iman sahibinin qulaqları ağlamadan, göz yaşı tökmədən onları dinləyə bilir. Çox çətin səhnələrdir, çox çətin səhnələrdir. Ona görə mən dəfələrlə bu sözü demişəm. Əlinin qızının Zeynəbin, Əli qızı Zeynəbin əsirliyi Kərbalanın ən böyük müsibətidir. Ona görə böyük alimlər deyir ki, ağlamaq istəyirsən, əgər həqiqi iman sahibisənsə, Kərbalada səhnələr çoxdur. Amma ən çətin səhnə Zeynəbin səhnəsidir. Əlinin qızı Zeynəb əlləri, qolları bağlı zalimin sarayındadır. Əlinin qızının üzünə silli vururlar. Əlinin qızının çiyninə qamçı vururlar. Qırmancla Həzrəti Əlinin qızını vururlar. Bundan böyük bir dərd var, böyük müsibət var. Ağlayanda deyir, belə şeylər ağlayın. Bu şeyləri nədir? Canlandırın, görün ki, o haram yiyib, qəlbi möhürlənən, qəlbi daşlanan insanlar Peyğəmbər ailəsinin başına nə müsibət gətirdilər və ən təəccüblüsü də nədir? Bu önəmlidir. Bunlar haman günü namaz qılıb, zöhr namazını qıldılar, sonra bu işləri gördülər. Namaz qılan edilər də onlar da. Və hətta Şimr ibn Zilcəvşən, Allah ona lənət eləsin. Ömər ibn Səd, Allah ona lənət eləsin. Nə deyirdi? İmam Hüseyin namaz qılmaq istəyəndə dedi ki, sən namaz nə qılırsan? Allah sənin namazını qəbul eləməyəcək. Ona görə Həbib ibn Məzahid deyirdi ki, ay, uzun qulağın oğlu uzun qulaq bilət. Bu ifadə ilə ona dedi. Sən Peyğəmbər oğluna deyirsən ki, Allah sənin namazını qəbul eləməyəcək, sənin namazını qəbul eləyəcək. Sən gör, kimə deyirsən, hə kişi? Hüseyin namazın özüdür. Hüseyin dinin sütunudur. Amma sən ona müraciət edirsən, Allah sənin namazını qəbul eləyəcək. Nə özünü yorursan? Gör, haram insanı nə günə salmışdı ki, Peyğəmbər oğluna, namazın özünə, belə deyək də, canlı Qur'ana deyir ki, nədir sənin namazın qəbuldur. Ona görə sizə təəccüblü gəlməsin, onlar
Gətirdilər Peyğəmbər ailəsini Şamın xarabalığında qoydular. Belə bir yerdə qoydular ki, bu xarabanın nə qapısı var idi, nə də onları günəşdən qoruya bilən bir kölgəsi var idi, tavanı var idi. O Şamın xarabasında həqiqətən də hər bir mümini, hər bir İmam Hüseyin sevəni incidən bir neçə səhnə var. Amma həqiqətən indi mən özüm, baxışlar fərqlidir, mənim ürəyimi yandıran ən çətin səhnələrdən biri Yezidin yoldaşı Hindənin Şamın xarabasına gəlməsidir. Bunu dəfələrlə eşitmişsiniz. Siz bilirsiniz ki, bu Hində Həzrəti Zeynəb salamullah aleyhanın kənizi olub. İmam Hüseynə xidmət edib. Xanım Zəhranın evində olub. Bu onun öz qissəsi var. Necə gəlib onun evində olub. Özü də bir elə Əhl-i Beytin kəraməti ilə ad-san qazanan bir xanımlardan olub o. İmam Hüseynin bərəkəti ilə. Lakin zaman gəlir, gün gəlir. Zeynəb əsirdir. Zeynəb məzlumdur. İmam Hüseynin balaları məzlumdurlar, oturublar. İmam Hüseynin başı nizədədir. Amma o qəsrin sahibi Yezid, yoldaşı isə Hind. Həzrəti Zeynəb salamullah aleyha o qədər həyalı qadın idi. Deyirdi ki, qızlara, gəlinlərə məni əhatəyə alın, qoymayın. Bu məlun bizi elə bir yerə qoyub ki, buranın qapısı yoxdur. İstəyən gəlir, girir bura. Eşidirlər ki, əsirlər var, xaricilər var, uzaqdan, yaxından icazəsiz gəlib girirlər, daxil olurlar Peyğəmbər balalarına, dil yarası vururlar, baxırlar, narahat edirlər. Ona görə Həzrəti Zeynəb salamullah aleyha elə çalışırdı ki, nədir, qızların, gəlinlərin içində otursun, görünməsin. Çünki Əlinin qızıdır. Çünki o zaman Küfədə, o vilayətlərdə gəzəndə şah qızı kimi gəzirdi. Amma bu günləri otuzdurublar, onun əlləri bağlı, ayaqları bağlı, ac, susuz, geyimi yox, toz torpağın içində. Balaları qəmli, susuz, ac. Bəli, hamı gedirdi tamaşaya, hamınız bunu bilirsiniz. Hind də öz kənizləri ilə, qul qaravaşları ilə dedi, mən də gedim görüm, hələ bunlar kimdilər gəliblər. Görək, kimdir gəlib, bu xarabada oturanlar kimlərdir? Xanım Zeynəb rivayət edir, uzaqdan gördü ki, Hind gəlir. Bunun kənizi idi də, xəcalət çəkdi ki, bax, indi o şah yoldaşı, mən isə əsirəm. Əlinin qızı əsirdir. Dedi, qızlarım, gəlinlərim, gəlin Zeynəbin abrını qorumaq üçün alın onu əhatəyə qoy, mənim kənizim Hind məni görməsin, tanımasın. Hind gəldi, Hind üçün bir kürsü qoydular, həman o xarabada oturdu. Kənizlər, qul qarabaşlar ətrafdan tamaşa edirlər, Hind də burada əsirlərə baxır. Baxdı, gördü ki, solğun üzlər, məzlum balalar. Fikir verdi ayaqlarına, gördü, o qədər ayaqlara tikan batıb ki, qan laxtalanmış ayaqlar. Bilirsiniz də, qarşı günlərdə də xanım Rüqəyyənin şəhadət günləridir, o bala. Nə qədər müsibətlər görüb, o xarabada canını tapşıran, Zeynəbi ağlar qoyan xanımlardandır, həman o xarabanın qurbanlarındandır. Ona görə əziz qardaşlar, Hind gəldi, vaxtı gördü ki, bunlar deyilən kimi deyirlər. Birdən belə narahat oldu, sual verdi ki, min əyyi usara antum, siz haranın əsirlərisiz? Böyle qəribə simanız var, siz haranın əsirlərisiz? Bir cavab verdi xanımlardan biri, deyir, nəhnu usara minəl Mədinə, biz Mədinə əsirləriyik. Deyir, Hind qaldı, baxdı bunlara, dedi ki, əl-mudunu kəthira, şəhərlər çoxdur. Min əyyəti mədinətin əntum. Mədinələr, ərəb şəhərə Mədinə deyir də, elə bildi ki, ümumi şəhər, dedi ki, şəhərlər çoxdur, siz hansı şəhərdənsiz? Deyir, cavab verdi bir xanım ki, biz nəhnu min Mədinəti Rasulillah sallallahu aleyhi və səlləm. Biz Peyğəmbərin Mədinəsindən.
Deyir Hind durdu ayağa dedi və ala müşərrifiha afdalus salati və salam. O Mədinəni şərəfə gətirən, şana gətirən, hörmətə gətirən Rasulullah, Allahın salamı olsun. Kimdir sizin böyüyünüz? Kimə öz suallarımı verə bilərəm? Xanım Zeynəb onların arasındadır. Axır bir qız dedi ki, bizim bibimiz buradadır, böyüyümüz Zeynəbdir. Dedi, xanım, sənə bir neçə sualım var. Madam siz Mədinədənsiniz və Peyğəmbərin Mədinəsindənsiniz, sizə bir sual verə bilərəm? Zeynəb dedi, dinəm. Dedi, Mədinədə mənim xanımım Zəhranın evi var, ağam Əlinin evi var. O evi tanıyırsan. Mən o evdə uzun illər xanım Zəhraya xidmət eləmişəm. İmam Hüseynə nökər olmuşam. Onları tanıyırsan sən. Zeynəb ağlaya dedi ki, xanım, mən o evin sakinlərini çox yaxşı tanıyıram. Çox yaxşı tanıyıram. O evdə Hind deyir, mənim ağam Hüseyn var idi, Həsən var idi, Peyğəmbər qızı yaşayıb. O evdə mənim xanımım Zeynəb yaşayırdı. Zeynəbi tanıyırsan. Diyor, xanım Zeynəb nə hala qalıb ki, onun kənizi onu tanımır. Xanım Zeynəb ağlaya-ağlaya uca səslə deyir, dedi ki, ay Hind, sus, dayan, mənim ürəyimi parça-parça elədin. Dayandırız sualları. Məndən, qısa eləyirəm, məndən Hüseyni soruşursan, ağan Hüseyni, get öz sahibin Yezidin sarayının qabağındakı nizədə olan başa diqqətlə bax. Məndən Zeynəbi soruşursan, mənəm Zeynəb. Bir gündə qocalan Zeynəb. Qardaşlarını bir gündə cənazələrini, şəhadətini görən, beli bükülən, saçı ağaran Zeynəb. Mənəm Zeynəb. Dedi, Hind, sən Zeynəb ola bilməzsən. O xanım gəlsə əgər məhmilinə gül səpilər, nə sənin tək başına bamilərdən kül səpilər. Sən bilirsən Zeynəb kimdir? Zeynəb əgər gəlsə onun ayaqlarının altında su tökür, gül səpərlər. Onun üçün gül-gülistan eləyərlər hər yer. Sənin başıma kül tökürlər. Sən Zeynəb ola bilməzsən, dedi Hind. Mənəm Zeynəb. Bəlalar görən Zeynəb. Müsibət görən Zeynəb. Qardaşı Hüseynin başını nizələrdə görən Zeynəb. Bir gündə qocalan Zeynəb. Bax, Zeynəb bu hala qalmışdı ki, onu heç ən yaxınları da tanımırdı. Allah əhl-i beytə zülm eləyənlərə dünya və axirət lənət eləsin inşallah. Əla la'natullahi aləl qavmil zalimin fəsəya'ləmullezine zalamu eyyəmun qələbin yənqalibun vəl-aqibətu lil-muttəqin. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kerimdə deyir, Bismillahirrahmanirrahim vəl-asri innəl-insana ləfi xusr illəl-ləzine amanu وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر آمنا بالله صدق الله العلي العظيم والسلام عليكم جميعا ورحمة الله وبركاته.